A, Y, S, PP, B vitaminləri, yod, fosfor, kalium, maqni, kalsiumla zəngin olub, qışdan zəif çıxan orqanizmi lazımi minerallarla təmin edir. Uşaqlar, hamilə qadınlar, yaşlılar üçün də çox vacib meyvədir. Bəs gilasın hansı xəstəliklərə nə kimi faydası var? Gəlin birlikdə tanış olaq. 1. Qalxanvari vəz, zob xəstəliklərində. Yodla zəngindir. 2. Böyrək və sidik yolları iltihabı xəstəliklərində iltihabı, spazmı, infeksiyanı aradan götürür. 3. Mədə-bağırsaq problemlərində həzmi yaxşılaşdırır, çəkini azaldır, arıqladır. 4. Öskürək, ağciyər xəstəliklərində isti kompotu, məhlulu öskürəyi yumşaldır, bronxları açır. 5. Yüksək təzyiqdə tünd gilasda olan fenol birləşmələri kapillyarları möhkəmləndirir. Bu da təzyiq və ürək xəstəliklərinin yaranmasını əngəlləyir. 6. Tromb və qan qatlaşmasına qarşı tərkibindəki kumarin qanın keyfiyyətini yaxşılaşdırır. 7. Xərçəng şiş hüceyrələrindən qoruyur. Gilas yüksək səviyyədə antioksidan təsirlidir. Hər gün 100 qram qırmızı öküz ürəyi gilası yesəniz, bu kifayət edər. 8. Gözlərin dərmanıdır. Ağ gilasda olan beta-karotin gözləri sağlamlaşdırır. 9. Ürəyin desertidir. Amerika kardioloqları bildirir ki, müntəzəm olaraq hər gün bir ovuc qırmızı gilas yedikdə ürəyin işini yüngülləşdirib, onun dözümlülüyünü artırırsınız. 10. Yuxusuzluğa qarşı. Gilas təbii melatonin, yuxu və gümrahlıq hormonu mənbəyidir. Axşama yaxın 100 qram gilas yesəniz, yuxunuz şirin və yaxşı olacaq. Ağ yoxsa qırmızı gilas? Rənginə görə dadı və tərkibində şəkər və orqanik turşuların miqdarına görə seçilir. Tünd qırmızı gilasda çoxlu miqdarda antosiyanin var. P vitamini, antioksidan təsirli maddələr də var. Bir sözlə, gilas nə qədər tünddürsə, bir o qədər faydalıdır. Fransada tünd gilasdan şərab daha qiymətli, faydalı hesab olunur. Ağ gilasın özəlliyi odur ki, o nadir halda allergiya yaradır. Gilas nə qədər turşa şirin olsa, o qədər də yaxşıdır. Lap şirin gilas orqanizm üçün elə də faydalı olmaz. Gilasın sapı da özü qədər faydalıdır. İsidilərək suyu içilən gilas saplağı böyrək çatışmazlığı, yüksək təzyiq, qaraciyər problemləri, infeksiyalarla mübarizədə faydalıdır. Bu bitki B, C, D vitamini ilə zəngindir, lakin saplaqları qaynatmaq məsləhət deyil. Çünki bu zaman minimal miqdarda olsa belə zərərli maddələrdən suya keçə bilər. 1 litr suya 10 qram gilas saplağı əlavə edin. Bu məhsuldan arıqlamaq istəyənləri də istifadə edə bilər. Bunun üçün 1 stəkan qaynar suya 30 qram gilas sapı əlavə edin və 10 dəqiqə dəmləyin. Dəmləndikdən sonra içə bilərsiniz. Gilas sapı çayından artrit, revmatizm, bronxit, oynaqların duzlaşması və damar sərtliyi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Ancaq gilas sapı çayının bizi maraqlandıran və ən əhəmiyyətli iki xüsusiyyəti artıq çəkidən azad etməsi və sidik qovucu xüsusiyyətləridir. Bu səbəblə bədəndə şişkinlik və su miqdarını azaldır. Bununla yanaşı, gilas sapı maddələr mübadiləsini sürətləndirir, bağırsaq florasını nizamlayır, qəbizliyi aradan qaldırır, sinirləri gücləndirir, sinir sistemini sakitləşdirir, qanı təmizləyir, xolesterolu və qan şəkərini aşağı salır. Gilas sapı həm ağrı kəsicidir, həm də temperaturu aşağı salır. Bu həm də gözəllik üçün faydalıdır. Belə ki, üzdəki sınaqların qarşısını alır, dərinin parlaq görünməsinə və nəm tarazlığının sağlanmasına kömək edir. Bəs kimlərə gilas yemək olmaz? Köpü, qəbizliyi olanlar az yeməlidir. Çünki gilas qaz yaradır. Diabet xəstələri də çox az qəbul etməlidir. Yaxşı olar ki, onlar gilasın turş növlərindən istifadə etsinlər.